Salam əziz dostlar, bu günləri Windows 7-ni Mac stilində etməyi öyrənəcək. Ekranınız indi məndə gördüyünüz ekran kimi olacaq. Rocket Dog və Push Start düyməsi Apple formasında. Kompüterin açılışı hissəsində Windows gedəcək, yalnız login hissəsində Mac stilində olacaq. Bunun üçün bizə Custopack proqram lazımdır. Proqramın linkini aşağıda sizə verəcəm. İçinə çoxlu şəkillər atmışam. Bir də MacOS'un temasının mövzusunu atmışam. Custopack'ı yükləmək üçün burada Custopack proqramı var arxa içində. Onu install edirik. Mən install etdiyimə görə axıra kimi install etməyəcəm. Sadəcə Next, Agree və Next edirsiniz. Axırda proqram yüklənəcək. Proqram yükləndikdən sonra proqramı açırsınız. Və proqramımız açdıqda belə bir pəncərə ilə qarşılaşacaqsınız. Burada Choose və Create özünüz yeni Custopack'lər üçün temalar düzəldə bilərsiniz. Choose etdikdə sizə burada səhifə boş olacaq, çünki heç bir temadan istifadə etməmişsinizsə əgər. Burada Download Custopacks var. Buradan vurub internet səhifəsinin qaleriya bölməsindən çoxlu temalar yükləyə bilərsiniz. Ancaq məsləhətdir ki, temaları yükləyərkən More Information'a girib orada hansı nələrin dəyişdiyinə baxasınız. Bu XP və Vista üçün də uyğundur. Burada gördüyünüz kimi 7 əməliyyat dəyişir və istəsəniz kimin zövqünə uyğunsa edə bilər. Mən WinRAR-ın içində sizə Mac-ın öz temasını verəcəm. Bunun üçün Custopack'ı bağlayırsınız və arxivə girib arxivin içində MacOS'un üzərinə 2 dəfə vurduqda Custopack özü açılacaq həmin temada və installation gedəcək. Installation burada daha düyməsinə vurursunuz və sizə kompüterinizin görünüşünün necə olacağını göstərəcək. Gözlərsiniz. Budur, açılır. Burada 6 şəkil qoyulub, yəni dəyişib baxa bilərsiniz. Bu login hissəsi belə olacaq və açılma welcome belə. Budur, burada gördüyünüz kimi bircə font dəyişmir, bütün əməliyyatlar dəyişir. Selection of Option and Installation düyməsinə vurursunuz və burada bir gördüyünüz kimi X-ı seçmək olmur, ancaq burada boz rəngli quş işarəsi varsa onu özümüz yaşıl edirik və Next step'ə vurduqda başlayacaq və qəbul edirsiniz. Install'a vurduqda install olunacaq. Yarıya qədər install olunub sizdən restart istəyəcək. Sonra isə restartdan sonra davam edib hər şeyi həll edəcək özü avtomatik. Bundan sonra siz buradakı istənilən şəkli seçib ekrana qoya bilərsiniz. Mən bunu qoymuşam və burada Rocket Dog, yəni bu hissə avtomatik peyda olacaq. Yuxarı hissədə ola bilər. Bunu dəyişdirmək üçün üzərində sağ düyməni basıb Приложение на ekran hissəsindən harda yerləşməsini seçə bilərsiniz. Solda, sağda, yuxarıda və ya aşağıda. Добавить значokdan isə fayllar və ya papkalara getmək üçün yollar qoya bilərsiniz. Настройки elədikdə isə sağ düyməni basıb Настройка panel etdikdə buradan ölçülərini
ikonların ölçülərini və nə qədər böyüməsini, müşkan gətirdikdə nə qədər böyüməsini təmin edirsiniz. Və buradan stillər var. Burada Snow Leopard və nə qədər istəsəniz adicə blank var, boş hissə kimi seçə bilərsiniz. Və burada işarələr dəyişir. Gözəl görünüşə malik olur. Bu qədər. Sağ olun.